Ömərə başqa hərfi oxutduracağım. Ü hərfini, amma mətni oxu. Sözlər artıq oxumuruq, mətni oxuyuruq. Buyur. Amma ucadan xahiş edirəm. Ay, sağ ol. Bu nə oldu? Ümidin. Ay, görürsən bunu hecaya bölürsən. Hecanı birləşdir, sözü mənə denə. Ne oldu? Dayısı, Ümidin dayısı. Ucadan. Elif sakit ol. Ona. Evet. Bülbül almıştı. Ay kızım. Almıştı. Bülbül Ne oldu bu söz? Ay, yerinde. Kızım. Sen ne mi ben bayağıdan? Ot. Orada kalmıştım ben. Burada sana oğlum. Parmağın üstüne koy. Ha, bak burada. Otur. Oturmuştu. Ay, ucadan. Yavaş. Sonra? Odan. Buradasın, narahat ol. Ne oldu? Değirdi. Değirdi yoksa yeyirdi? Ne oldu? Bəsit. Ucadan oxuyacaqsan Turgut. Ündü. Üm diyor. Ümidin. Aa, ucadan. Ne oldu? Bu ana değildi, ona. Ümidin dayısı ona. Ucadan oxu oğlum, eşidəysən. Əl deyil, aldı. Ucadan oxumursan oğlum, mən səni eşidə bilmirəm. Ay, sağ ol. Bülbül buradasan. Oturmuş. Oturmuştu. Sonra o den. Ne oldu? Yeyirdi. Turgut evdə çox oxu. Hə, sən də qızım ü hərf olan oxu. Xarbini də çək yanına. Hə. Aha. Ona. Ne oldu? Yiyirdi. Bülbül. Ha, indi burada sana oxu buranı. Almıştı. Devam elə. Altay. Ay, sağ ol. Neyləmişdi qızım? Oxu görək. Muş.
Ne oldu? Aferin sənə qızım. Altay, sən fərqli hərf, E hərfini oxumamışsın. Mətn oxu, sözləri yox. Amma ucadan ki, mən səni eşidə bilim. Emir. Aha. Velosiped. Aha, düzdür, velosiped. Yellənmə. Sürmeyi. Öğrenip. O. 5. Yaşında. Corqut, əyləş balam. Dur. Velosipedi. Aferin, çətin sözdür. Necə oxusan qəbul edirəm. Velosipedi. Yolda. Al Corqut, əyləş balam. Aha. Değil. Gündəlik gətir, qiymət yazım qızım. Aha. Açıkta. Parkda. Ve maşın. Düzdür. Yolunda. Kenar. Kənarda. Sürürdü. Sürür. Atası. Da. Ne oldu orada? Atası da. Yardım. Bir. Ne oldu? Cümle ne oldu bir yerde? Yadında kalanı değil. Burada atası da. Atası. Var. Yok, da atası da. Atası da. Sürü. Yok, bunu istəyirəm. Atası da ona. Bu ikisini bir yerdə deməyi istəyirəm. Cümlə kimi deməyi istəyirəm. Yandırdı. Yardım. Yardım. Neynirdi? Yardım. Bunu da oxu. Bir. Yandı. Yardım edir. Belə deməyi istəyirdim. Əyləşim.